Sualın cavabını və izahını gözləyən şəxslər diqqətlə qulaq asın. Sual belə idi ki, sarı rəngli avtomobilin sürücüsü belə manevr edə bilərmi? Düzgün cavab verən savadlı sürücüləri, yol nişanlarını, onların təsir sahəsini bilən sürücüləri təbrik edirəm. Bəli, bitişik ərazidirsə dönə bilər. Biz isə hər zamanki kimi şəkil detallı incələyək. Bu suala doğru cavab vermək üçün yol nişanını tanımaq lazımdır. Düznə hərəkət nişanı məcburi hərəkət nişanıdır və sürücünü düznə hərəkət etməyə məcbur edir. Lakin nə vaxt, harda? Diqqət elə, bu nişan əgər yol ayrıcı qarşısında bütün yol ayrıcına yox, yol ayrıcında məhz hərəkət hissələrinin kəsişmə yerinə şamil edilir. Təbii ki, bunu kurs qutaran savadlı sürücü başa düşəcək mənim bu izahımı ki, yol ayrıcı nədir? Yol ayrıcında hərəkət hissələrinin kəsişmə yeri nədir? Bəli, yol ayrıcında hərəkət hissələrinin kəsişmə yerinə aid olur. Deməli, biz burada bilməliyik, bu nişan hal-hazırda harda quraşdırılıb? Yol ayrıcı qarşısındadırsa, bəli, sürücü orada geriyə dönə bilməz, düznə getməlidir. Amma sağdakı bitişik ərazidirsə, məsələn, asan sürücülük kursu yazılıb orada, buradan görünür. Bitişik ərazidirsə, deməli, bu kəsişmə yol ayrıcı sayılmayacaq və biz bilirik ki, bu nişan əgər sağdakı kəsişmə yol ayrıcı sayılmırsa, sağa bitişik əraziyə dönməyə icazə verir. Sağ olun, sizinlə mən Rıza.